Xəstəliklərin müalicəsindən daha çox onların profilaktikası, yəni onların qarşısının alınması daha asandır. Yəni həm xəstəliyin qarşısını almağa daha az pul xərclənməklə xəstəlik meydana çıxmır və həm xəstə yorulmuş olunur və ən azından xəstəliyin ilkin mərhələsində xəstəliyin inkişaf etməsinin qarşısını almaq lazımdır. Yəni tutaq ki, hər hansı bir xəstəlik var, həmin xəstəliyin inkişaf etməsi həm xəstə üçün çox ağır proseslərdir, sağalma prosesi, dərmanlara verilən pullar, həmin insanın işə gedə bilməməsi, həyatdan zövq ala bilməməsi, sosial və mənəvi rifah halının aşağı düşməsi və s. Yəni ən azından bu insan xəstə olanda tək yəni onun iş qüvvəsi aşağı düşmür, həmçinin onun həyatdan aldığı zövq, yaşayış keyfiyyəti, həyat keyfiyyəti aşağı düşür. Ona görə nə etmək lazımdır? Xəstəliyin qarşısını almaq lazımdır.